Dərs 31-in izahına baxaq. Azərbaycanın landşaftları, qoruq, milli park və yasaqlıqları. Landşaft dedikdə təbii komponentlərin qarşılıqlı təsirindən yaranan eyni-cinsli sahələr, təbii ərazi kompleksi yaradır ki, bu da landşaft adlanır. Landşaftın ölçüləri bir neçə kilometrdən bir neçə yüz kvadrat kilometrə qədər ola bilir. Landşaft dedikdə bir landşaft daxilində oxşar relyefi, iqlimi, torpaq bitki örtüyü və s.ə görə oxşar olan bir sahə nəzərdə tutulur. Oxşar əlamətlər landşaftları sistemləşdirməyə, onları təsnif etməyə kömək edir. Landşaftların təsnifatı, yəni bölgüsü, sinif yarım-sinif, tip yarım-tip növ ardıcılığı ilə aparılır. Sinif olaraq iki sinifə, dağ və düzənlik sinifinə bölürük. Bir də təkrar edirəm, sinif olaraq iki yerə bölünür, dağ və düzənlik. Yarım sinif olaraq isə, məsələn, orta dağlıq, yüksək dağlıq, alçaq dağlıq, bu yarım sinif gedir. Düzənlik olaraq desək, düzənliyin yarım sinifləri, alçaq dağlığın düzənliyi, orta dağlığın düzənliyi və ya yüksək dağlığın düzənliyi kimi bölə bilərik. Bundan sonra landşaft bölünür tip və yarım tiplərə. Ən kiçiyi isə landşaftın növüdür. Respublikamızda landşaftlar zonal və azonal olaraq paylanılmışdır. Zonal dedikdə yadda saxlayaq ki, bu günəşdən asılı olaraq dəyişən komponentlərdir. Zonal landşaftlar respublikamızın düzən ərazilərində, azonal isə dağlıq ərazilərinə uyğun gəlir. Zonal günəşdən asılı olaraq dəyişənlər, məsələn, temperaturdan, rütubətdən asılı olaraq zonal komponentlər yaranır. Azonal isə relyefdir, süxurdur. Bunlar azonal komponentlər adlanır. Şəklə diqqət yetirsək, Böyük Qafqaz 1-ci, Kiçik Qafqaz 2-ci, Naxçıvan 3-cü, Talış dağlarının isə 4-cü şəkillərini görə bilərik. Böyük Qafqazın alçaq dağlığından yüksək dağlığına doğru yarım səhra landşaftı, quru çöl, dağ çölləri, dağ meşələri, subalp çəmənləri, alp çəmənləri, subnival qurşaq, nival qurşaq bir-birini əvəz edir. İkinci şəkildə Kiçik Qafqaz dağlarının landşaftıdır, alçaq dağlıqdan yüksək dağlığa doğru. Deməli, Böyük Qafqazdan fərqli olaraq burada birinci yarım səhra yox, quru çöl, sonra dağ çölləri, dağ meşələri, subalp çəmənləri, alp çəmənləri, subnival və burada nival yoxdur. Diqqət yetirsək, yarım səhra və nival Böyük Qafqazdan fərqli olaraq Kiçik Qafqazda yoxdur. Naxçıvanda yarım səhra, quru çöl, dağ çölləri, dağ kserofit bitkiləri, subalp çəmənləri, alp çəmənləri, subnival, nival. Burada da Böyük Qafqazdan fərqli olaraq meşə demirik, amma quru dağ çöllərini deyirik. Dağ kserofitləri. Dağ kserofitləri Naxçıvanda və Talış dağlarındadır. Talış dağlarında alçaq dağlıqdan yüksək dağlığa doğru düzən meşələri, dağ meşələri, quru dağ çölləri, dağ kserofitləri bir-birini əvəz edir. Dağ landşaftlarına Şaquli zonallıq qanununa uyğun olaraq paylanır. Nival, subnival, dağ çəmən, dağ meşə, dağ çöl, dağ yarım səhraları aiddir. Nival, subnival dedik, Böyük və Kiçik Qafqaz dağlarının zirvələrindədir. Kiçik Qafqazda əsasən subnivaldır, Böyük Qafqazda yüksək zirvələrdə isə nival landşaft yayılmışdır. Nival landşaft ümumilikdə 3800-ə qədər, subnival isə 3000-dən 3800-ə qədər olan ərazilərdədir. Nival subnivaldan aşağı hissədə dağ çəmənləri, yəni alp və subalp çəmənləri yerləşir ki, 1800-2000-dən başlamış 3000-ə qədər olan əraziləri əhatə edir. 1800-2600-ə qədər subalp çəmənlərdir, 2600-dən 3000-ə qədər isə alp çəmənləridir. Alp çəmənləri dedik, otlaqlar kimi, subalp çəmənləri həm otlaq, həm biçərək kimi istifadə oluna bilər. Dağ meşələri. Dağ meşələri Böyük və Kiçik Qafqaz dağlarında alçaq orta dağlıq hissələri əhatə edir.
Qafqaz dağlarından fərqli olaraq Talış dağlarında hündürlüyə doğru rütubətin azalması ilə dağ meşələri dağətəyi və alçaqdağlıqda daha çoxdur. Deməli, Talış dağında rütubətlə əlaqədar olaraq dağ meşələri, dağətəyi alçaqdağlıqdadır. Amma Böyük və Kiçik Qafqazda alçaqdağlıq və orta dağlıq hissələri əhatə edir. Belə hündürlüyə doğru landşaftın dəyişməsi landşaft inversiyası adlanır. Dağ meşələri kserofit dağ çölləri ilə əvəz olunur. Yəni, dağ meşəsi yerinə biz burada dağ çölləri deyiriksə, bu artıq landşaft inversiyası, yəni yuxarı doğru bir-birinin ardıcıllığı pozulur. Yəni, yüksəkliyə doğru dağ meşələri gəlməli idisə, hazırda burada dağ meşələri yerinə kserofit dağ çölləri təşkil olunur. Zəngilanda isə arid meşələr, kserofit kolluqlar geniş yayılmışdır. Eyni zamanda arid meşələrə Ceyran çöl Acınohurda, Ləngəbizdə də kiçik bir hissədə deyə bilərik. Dağ çölləri Kiçik Qafqazın ətəklərində, Acınohur Ceyran çöldə, Talış dağlarında və s. yayılmışdır. Bunun torpaqları şabalıdı, qara və qəhvəyi olur ki, ən məhsuldar torpaqlardır. Dağ yarım səhralar isə kəskin parçalanmış arid dandasion relyef formalarında, eyni zamanda yarım səhra və quru çöl relyefində, iqlimində yayılıb ki, bu da Qobustanda, Acınohurda, Ceyran çöldə, Naxçıvanda rast gəlinir. Sonra gəldik düzənlik landşaftı. Düzənlik landşaftı enlik zonallığına tabidir. Yarım səhra, quru çöl və düzən meşədən ibarətdir. Yarım səhra ümumi torpaq sahəsinin 30-40%-ni bitki ilə əhatəli olur. Yəni, bu hissədə bitkilər nisbətən zəif inkişaf edir. Burada boz, bozqonur, boz səmən torpaqlar və şoran torpaqlar yayılmışdır. Bu ərazilər qış otlağı kimi istifadə olunur. Həmçinin quru subtropik meyvəçilik, tərəvəzçilik və bostançılıq kimi istifadə olunur. Quru çöllər. Quru çöllərdə dedik, Böyük və Kiçik Qafqaz dağlarının ətəyində, allüvial, provial düzənliklərdə, həmçinin Naxçıvanda dağətəyi ərazilərdə yayılmışdır. Düzən meşə çəmən landşaftı buna intrazonal landşaft da deyilir. Hər hansısa bir ərazi üçün xas olmayan bir landşaftdır. İntrazonal landşaft Şollar düzü, Qanıqəyri çay vadisi, Lənkəran ovalığında və Kür boyu ərazilərdə rast gəlinir. Azərbaycanın qoruq milli park və yasaqlıqları. Qoruq dedikdə ərazidə olan bütün təbii komponentlər qorunur və bütün təsərrüfat fəaliyyətləri qadağandır. Burada yalnız elmi tədqiqatlar aparmaq olar. Əsas qoruqlar Zaqatala, İllisu, Qarayazı, Eldar, Şamur, Çorçay, Türyan çay və s. qoruqlarıdır. Qoruqlardan Bəsit çay və Qaragöl qoruğu işğaldan azad olunmuş qoruqlara aiddir. Milli parklar. Qoruqlar da eyni statusa malikdir. Amma burada qoruqdan fərqli olaraq insanların istirahət etməsinə, gəzintisinə icazə verilir. Və təbii ki, bu milli parkın hər yerində yox, xüsusi bir ərazisində gəzintiyə icazə verilir. 10 milli park var. Şahdağ, Altıağac, Abşeron, Hircan, Qızılağac və s. milli parklarıdır. Ən böyüyü Şahdağ milli parkıdır ki, Şahdağ milli parkının tərkibində Qəbələ yasaqlığı, İsmailli və Pürqulu qoruqları yerləşir. Yasaqlıqlarda isə qoruq və milli parkdan fərqli olaraq müəyyən təsərrüfat işləri həyata keçirmək mümkündür. Burada heyvanlar üçün yem bitkiləri əkilə bilər, yaşıllıq zonalar salına bilər və s. Yasaqlıqda bir neçə təbii komponent qorunur və ya bitki və heyvan növləri əvvəlcədən müəyyən edilmiş müddət ərzində mühafizə olunur. Ən məşhur yasaqlıqlar Qəbələ, Qusar, Bərdə, Qızılca, Şəki və s. yasaqlıqlarıdır. Uzun müddət Ermənistan işğalı altında olmuş Qubadlı, Laçın, Daşaltı və Arazboyu yasaqlıqlarını misal göstərə bilərik. Xəritə üzrə diqqət yetirsək, qoruq,
qoruğun yerləşdiyi inzibati rayonlar və orada mühafizə olunan komponentlər. Bunu cədvəl şəkildə öyrənməliyik. Məsələn, İlusu qoruğu yerləşir Qax rayonunda. Burada Böyük Qafqazda olan fauna və flora növləri qorunur. Türyan çay qoruğu Ağdaş, Qəbələ, Yevlax, Göyçay 4 rayonun ərazisinə düşür. Burada saqqız ağacı və ardıc meşələri qorunur. Eyni qayda ilə milli park və yasaqlıqların da yerləşməsinə diqqət edirik. Həm park, həm qoruq olan ərazilər deməli qızılağacdır, həm parkdır, həm qoruqdur və altı ağac. Sonra Göygöl, Ağgöl, eyni zamanda Hirkan və Şirvan. Diqqət yetirsək, qızılağac, altı ağac, Göygöl, Ağgöl, Hirkan və Şirvan qoruqları həm qoruq, həm də milli park hesab olunur. Xəritə üzrə qoruqlara diqqət yetirsək, Qarayazı qoruğu, sonra Eldar qoruğu, burada Eldar şamı qorunurdu, Zaqatala qoruğu, İlusu qoruğu. Bu hissədə Korçay qoruğu, Qaragöl qoruğu, Zəngilanda Bəsidçay qoruğu. Bu hissədə Türyançay qoruğu, Şirvan qoruğu, Hirkan qoruğu. Burada altı ağac var və eyni zamanda Abşeronda isə palçıq vulkanlarının qorunduğu qoruğu misal göstəririk və bu hissədə Qobustan qoruğu yerləşir. Azərbaycanda olan yasaqlıq və milli parklara nəzər yetirsək, Arpaçay, Arazboyu, Zəngəzur, Ordubad, bu hissədə yenə Arazboyu, Qubadlı, Şuşada Daşaltı, Laçın, Ağgöl, Göygöl. Dedik, Göygöl həm qoruqdur, həm milli parkdır. Bu ərazidə Qızılca yasaqlığı, Şəmkir yasaqlığı, Şəki yasaqlığı, Qax Acınohur yasaqlığı, Qəbələ yasaqlığı, Şirvan. Bu ərazidə İsmayıllı qoruğu yerləşir. Bu ərazidə Qusar yasaqlığı, bu ərazidə isə Samur Yalama Milli Parkı yerləşir. Sonra burada Gil adası yasaqlığı, Bəndovan yasaqlığı, bu ərazidə Zuvand, Ruvarot yasaqlıqları yerləşir və 11 rəqəminə diqqət yetirsək, Bərdə yasaqlığı bu ərazidə yerləşir.